Eyvaz Əlləzoğlu, Bığlı Kərəm hekayə. Muğandılı Bığlı Kərəm səhər Arxaşandakı bütün arxlara baş çəkdi. Su səsi vardı arxlarda, bir də Arxaşanın yastı yapalaq təpələrinin üstündə həmin sükut idi ki, neçə-neçə illər ərzində bu sükutu nə quş səsi, nə qoyun quzu mələrtisi, nə at kişnərtisi, nə də hərdən bir buralardan ağır-ağır gəlib keçən tısbağı yerişli traktorların səsi poza bilmişdim. Bığlı Kərəm neçə il idi bu arxların qarovulçusu idi. Neçə il idi Muğanlıdakı top dağıtmaz evini oğlanlarının umuduna qoyub Arxaşan kimi ilan çayanlı, çol-çosunda quş yaşayan yerdə məskən salmışdı, ev tikib bina olmuşdu. Malat saxlayırdı, bir şeydən əskikliyi yox idi. Səhərlər arvadı asta-asta samavara ot salırdı, biş-düş edirdi. Hərdən qapılarını açan qonaq qara üçün süfrə açıb kişisinin üzünü ağardırdı. Sabahın gözü açılmamış Bığlı Kərəmin atın belinə qalxıb belə şəstlə durmasının, bığını burub Arxaşan təpələrinə ağayana baxmasının səbəbi vardı. Bu gecə onun atına oğru gəlmişdi. Bığlı Kərəmin qaşqasının qədir bilənlər yanında adı sanı vardı. Qaşqanı daylaq vaxtı bir gürcüdən su qiymətini 60 manata almışdı. Onu da ələ dadamal öyrədib böyütmüşdü. Hər dəfə Arxaşana yaz gələndə otlar iynə-iynə torpaqdan qalxıb təpələrin cod görkəmini dəyişəndə Bığlı Kərəmin qulağına suyun səsi biraz daha xoş gəlirdi. Quşlar biraz daha şən oxuyurdular və Bığlı Kərəm 10-15 inəyinə, bir bölük qoyununa, davarına baxanda sevinmir, amma yerlə göylə əlləşən, axşam tərəfi düşər-düşməz madyanları qabağına salıb dişləyə-dişləyə gətirib xalxala dolduran ürgəsinə baxa-baxa fərəhindən dünyaya sığmırdı. Bığlı Kərəm cavan olmasa da özünü bir zərrə qoca saymırdı. Qaşqa miniləsi olanda onun belinə yəhər qoydu, ağzına yüyən verdi, ürgə fələklə əlləşirdi. Yorulanacan atıldı düşdü, sonra sahibinin istəyinə tabi olub yel kimi Arxaşan torpağında seyrək toz qaldıraraq yumru təpələrin arxasında yox oldu. İkidən birdən bir də görürdüm Bığlı Kərəmin oğlanları gülüzlü Muğanlıdan gəldilər. Dərəyə təpəyə dırmaşdılar, çolu-çosu tüfənglədilər, sonra isə ay lələ, qoy qaşqaya minək, deyə kişiyə minnətə düşdülər. Bığlı Kərəmin dodaqları qaçırdı, deyirdi ki, bacarırsınızsa gedin minin, amma gözlüyün başınızı gözünüzü əzib şilküt eləməsin. Bığlı Kərəmin oğlanları cavanlıqlarına güvənirdilər, güclərinə, dəliqanlıqlarına güvənirdilər, amma qaşqanın təpik atıb onları yaxın buraxmamasından məlum olurdu ki, gücdə dəliqanlıq da öz yerində, amma ürgə doğrudan da yüyəni özgəyə verən deyil. Bığlı Kərəmin atı yolla sona kimi süzə-süzə gəlirdi. Həmin gün Bığlı Kərəm Qaratəpəyə həftə bazarına getmişdi. Biraz ayın oynalıb xurcunun gözünü doldurmuşdu. Bir də kababxanada toqqanın altına bərkidib 200 qram da araq başına çəkmişdi. Keyfi saz idi, at da sahibindən şokolad payını alıb aşırmışdı. Kosallı Qəməndər sürünün ağzını yola sarı salıb ağacı söykənmişdi. Gördü ki, gələn qarovulçu Bığlı Kərəmdir. Altındakı at da oyur-oyur oynayır, gözü tutdu atı. Bığlı Kərəm bərabərinə çatar-çatmaz, ay dayı, dedi, gəl bu atı mənə sat. Bığlı Kərəm urcağına çıxmış çobana baxdı, uşaq-muşağın yekəxana danışmağından xoşu gəlmədi. Yerə, dedi, yer yolunla get. Sən mənim atıma minənməzsən. 2 gün sonra Kosallı Qəməndər Bığlı Kərəmlə üz-üzə oturmuşdu. Birisini qurutlu xəncəl yeyib araq içmişdi. Ağzını yağını silib, mətləb üstünə gəldi ki, ay dayı, məqsədim Allahdan gizli deyil, bəndədən nə gizli, gəl atı mənə sat, 2 boğaz inək verim. Bığlı Kərəm bu sözləri müqabilində gülümsündü. Bir yandan Qəməndərin qaşqadan xoşu gəlməsindən fərəhləndisə də, o biri yandan da tərs damarı tutdu, bineyi başdan qılıq-mılıqla suyla döyüldü. Məni kimsə olma, dedi, arvad uşaq yiyəsən, damazlığın özünə qalsın, amma sən mənim atımı minənməzsən. 2 boğaz inək üstündə bir erkək verim. Qəməndər sövdələşmədə razılığa gəlmək əzmi ilə əlini irəli uzatdı. Bığlı Kərəm qırsaqqız olub dediyini deyib, duran gədəyə baxıb qımışdı.
Amma cavab vermədi. Bilirdi, hər uşaq-muşaq onun atına minənməz. Bir də qaşqanı durduğu yerdə satmaq ağlına belə gəlmirdi. O qəməndəri yola salanda Arxaşan təpələrinə vahiməli bir qaranlıq çökürdü. Bir də təpələri sıyırıb keçən yalquzaq səsini andıran külək əsirdi. Gündüz bığlı Kərəm arxın üstündə doyunca yatdığından oya gedib. Şıqqıltıdan bildi ki, gecə bura ayaq basan xeyirliyə gəlməyib. Əlini beşaçlana uzatdı. İt kəsik-kəsik hürüb səsini kəsdi. Yaraqlıya saklı aşağı düşəndə ona agah oldu ki, oğru ata gəlib. Oradaca ürəyinə damdı ki, bu hər kimdirsə qəməndər deyil. Xalxalın böyrünə sinib beşaçlanı qaldırdı. Qan töküb qada salmaq istəmədiyindən sağdan soldan atdı. Dalınca da qeyizə gəlib bağırdı. Ay anasını satdığım, ay siz Muğanlı Kərəmin üstünə gəlibsiniz. Beşaçlanın səsini qaranlıq gecə uddu. Bığlı Kərəmin zəhimli səsini küləklər götürüb Arxaşanın yumru təpələrinin yamaçlarına çırpdı. Sükut oldu. Gecə bütöv, lal tərpənməz idi. O tərəfdə yataqlar olan yerdə ölü sükut vardı. Bığlı Kərəm dinşəyib ətrafa qulaq verəndə təpələrə sarı gedən tövşüyü eşitdi. Oğrular qaçırdı, qeyizə gəldi. Patronu çaxmağın ağzına verib tətiyi çəkdi. Beşaçlanın lüləsindən çıxan göz kimi qırmızı alovlar qaranlığa ox kimi sancılıb yox oldular. Bığlı Kərəm istəyirdi dağlarda olduğu kimi Beşaçlanın əks sədasını eşitsin. Səslər qayalara çırpılıb üstünə qayıtsın, ona qol qanat versin, havalansın. Amma Arxaşanın palaz qulaq, yapalaq təpələri güllə səslərini udurdu. Elə bil boşluqda qamçı şaqqıldayırdı. Bu an Bığlı Kərəm bir də istədi ki, qardaşlarını, oğlanlarını sağ solunda görə hayına hay verən ola, amma həminki qaranlıq gecə, həminki zülmət gözünə dayanmışdı öz-özünə. Ay nə təkləndim, dedi. Bu xənnət zamanı. Təpədəki qaraltıları seçdi. Beşaçlanı sinəsinə qaldırdısa da, yenə də oğurlara qıymadı. Sağdan soldan atdı, döyüşdən qalib çıxmış adam təntənəsi ilə. Ay! Deyə bağırdı. Qıraqda yüz özünüzdən deyəndə bir də məndən deyin. Belin analar oğullar doğub. Muğanlılı, Bağlı Kərəm deyərlər mənə. Qıymadım, gedin kişi olun. Qaranlıq o səslər də uddu, cavab gəlmədi. Təpədə iki papiros göz vardı. Bığlı Kərəm bilirdi, oğrular döşdə oturub nəfəslərini dərirlər. Bığlı Kərəm bir də onu bilirdi ki, oğrular daha qayıdıb gəlməyəcəklər. Birdən özünün belə qoçaqlığındanmı, qaşqanı tək başına saldırdığındanmı, nədənsə ürəyi kövrəldi. Yadına yaylaqlarda at oynadıb, ad çıxardığı vaxtlar düşdü ağır-ağır yığnaqların, nəməri asılardı onda atının tərli boynundan. Bığlı Kərəmin belə qəm-qüssəyə batıb yalqızlıq hiss eləməsi bir də sürülər yaylağa köç eləyəndə olurdu. Onda tərəkəmə Bığlı Kərəmin ruhunu dağlar çəkirdi. Yüklü ulaqlara, alapaça atlara, dağlara sarı üz qoyan, köçə baxa-baxa gözündə Arxaşanın təpələri kövrəlirdi, yazıqlaşırdı. Həmin günün axşamı Bığlı Kərəm başının üstündən asdığı sazın tozunu silib biraz dınqıldadırdı. İndi birdən-birə oğruların peyda olmasından, dağların, daşların yadını düşməsindən qanı qaynadı, sidqürəklə oğrulara yazığı gəldi. Üzünü təpəyə sarı tutub, "Aya!" dedi. "İndi bu gecə vaxtı əli boş mu gedəcəksiniz? Enin, bir yaxşı erkəyin var, kəsək, öpüşüb barışıb qardaş olaq." Təpədən boğuq səs gəldi, oğru burnunu əli ilə tutmuşdu. "Sağ ol, sağ ol, başın ucu olsun." Sonra təpənin döşündəki o papiros gözü yox oldu, oğrular təpəni aşıb getmişdilər. Bığlı Kərəm oğruların haralı olmasını 100 yerə yoza-yoza onu gözləyən qarısının yanına qayıtdı. Təpələrin arasından günəş boylanırdı, Bığlı Kərəm atın üstündə şəstlə oturub, Arxaşana ağayana baxa-baxa geri qayıdırdı. Təpələrdən o yanda Kosalı idi, Nazarlı idi, Qaratəpə, Təhlə idi, bu tərəfdə Qaraçöp, 7 oymaq o tərəfdə, Alvan dağının alt yanında Gürcü kəndlərinin içində də Muğanlı. Bir traktor tısbağı yerişi ilə eniş enirdi, Bığlı Kərəm Muğanlı səmtə baxa-baxa gözünün qabağına kəndin arasında başına papaq qoyub gəzən arvat yosunlu kişilərin sifəti gəlib durdu.
Adamların suyu dəyişmişdi. Yadlar o yana, qohumların içindən hoppanıb düşəni, dinib duranı, divan dərə ilə yan-yanları vardı. Həyətdə arvadı samovara od salmışdı. Atı xalxala salıb yuxarı qalxdı, nəvəsi oyanmışdı. Gözünü ovurdu, mehrini uşağa salmışdı. Gətirib yanında saxlayırdı. Bığlı Kərəm nəvəsinin alnından öpdü. Üzünü samovarın yanında qurdalanan arvadına sarı tutdu ki, oğul olsa bu olacaq. Amma dili gəlmədi deməyə, ölsən vəsiyyət eləcəyəm ki, atımı Mansura versinlər. Başını qaldıranda gördü ki, yolla təhnəsinin taxtaları silkələnə-silkələnə bir maşın gedir.